Salam, hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlar. Ölkənin bir nömrəli hava səhifəsinin dəyərli izləyiciləri. Öncədən də sizlərə qeyd etdiyimiz kimi Respublika ərazisində hava şəraiti dəyişmə ehtimalı var. Bir sıra ərazilərdə 15-dən etibarən hava şəraiti dəyişilib və əsas prosesin bugün noyabr ayının 16-sından 17-sinə keçən gecə və səhər saatlarında Respublika ərazisinin ən güclü prosesin dövrü gözlənilir və bu gecə axşam saatlarında və sabah səhər saatlarında Respublikamızın bəzi bölgələrində, hər bölgəsi yağıntı olmayacaq. Bəzi bölgələrdə yağıntılar gözlənilir, xüsusilə Naxçıvan Muxtar Respublikası, xüsusilə cənub bölgəsinə, bəzi aran bölgələrində, xüsusilə Naxçıvan və cənub. Belə deyək, bu iki bölgəyə yağıntılar bir qədər daha güclü və intensiv olacaq. Əvvəllər xəritələr, sinoptik xəritədə Bakı Abşeron yarımadası yağıntılar bir qədər güclü göstərsə də, artıq yağıntılar demək olar ki, çox zəif göstərib, demək olar yox dərəcəsindədir. Ola bilər prosesdən sonra yağıntılar bir qədər güclənsin və digər aran bölgələri, mərkəzi aran bölgələri, şimal bölgələri, digər bölgələrdə yağıntılar ehtimalı var. Yağıntılar dediyim kimi 17 səhər saatları günortayan günün ikinci yarısına kimi gözlənilir. Günün ikinci yarısından etibarən isə artıq yağıntılar olmayacaq və digər günlərdə isə ölkə ərazisində uzun müddətli istilərin gəlməsi gözlənilir. Bu barədə ətraflı məlumat olacaq. Bizləri izləməyi unutmayın. Bütün səhifələrdə bizi izləyin və səhifələrimizə takip alın. İzləməyə alın. Zəhmət olmasa bütün səhifələrimizi istər YouTube kanalında, istər Instagramda, istərsə TikTokda eyni adlı bir nömrəli hava səhifəsi.